Salam, hörmətli müəllimlər. Hər vaxtınız xeyir olsun. Ə, Deməli, ekranda paylaşmışam. Artinin hazırladığı sınaq tarix suallarına baxırıq sizlə bərabər. Əslində belə bir video çəkməyə fikrim yox idi. Sadəcə ayrı-ayrı vaxtlarda müəllimlər testləri həll edib atdığına görə ümumi bir video çəkmək istədim. Deməli, birinci 51-ci sualımıza baxırıq. Deyir, şagirdlər bir tarixi dövrə aid yazılı mənbələr araşdırır. Həmin dövrə uyğun olan dil normalarını təhlil edirlər. Deməli, biz nə görürük? Burada bir tarixi dövrə aid yazılı mənbələr. Söhbət nədən gedir? Tarixdən. Dil normaları. Dil normaları da Azərbaycan dilidir, düzdürmü? Deməli, bir tarixi dövrə aid yazılı mənbələr deyirsə, bu tarixdir, hamının bildiyi kimi də, düzdürmü? Azərbaycan dili dil normalarıdır. Yəni bu da bizdə hansı inteqrasiyadır? Əlbəttə ki, deməli fənlər arası inteqrasiyadır. Deməli doğru cavabımız olacaq fənlər arası. Yalnız fənlər arası, başqa heç nə yoxdur. Görürsünüzmü? Bir tarixi dövrə aid yazılı mənbələri araşdırır, söhbət tarixdən gedir. Dil normaları da Azərbaycan dili. Deməli, bizim üçün hansı inteqrasiyadır? Yalnız fənlər arası. Kim ki, fənlər arası yazıb, doğru cavabdır. Özümüz üçün qeyd eləyək. Birdə nə oldu? Fənlər arası. Gəlirik 52-ci suala. 52-ci sualda bizdən nə istəyir? Müəllim şagirdlərə tapşırır ki, Azərbaycanın müxtəlif tarixi dövrlərində tətbiq olunan idarəetmə formalarını müqayisə etsinlər və həmin dövrün qanunvericilik prinsiplərini mənbələrə görə əsaslandırsınlar. Açar məqamımız nədir? Müqayisə eləsinlər, açar məqamımız müqayisə eləsinlər və neynəsinlər? Mənbəyə əsasən deməli əsaslandırsınlar. Ümumiyyətlə əsaslandırmanı biz ə, deməli hər dərs demək olar ki, deyirik, hər dərs bunu deyirik ki, əsaslandırma iki yerdədir. Bir var dəyərləndirmədə, bir də dəyərləndirmə, bir də təhlil etmək. Və mən sizə dərsdə də demişdim ki, bizim suallarımız asan da olacaq. O qədər də çətin suallar olmayacaq. Həqiqətən də elədir. Özünüz də görürsünüz ki, burada nə var? Əlbəttə, təhlil etmək var. Niyə? Gəlin bunu araşdıraq. Baxın, yoldaşlar, qanunvericilik prinsipləri mənim fikrim deyil. Hər dövrün qanunvericilik prinsipi, əsas da bu tarix müəllimləri məndən də gözəl bilir ki, bu yazılan bir şeydir. Əlbəttə bu təhlil etmək. Dəyərləndirmədə əsaslandırma nə idi? Öz fikrimi əsaslandırırdım. Öz düşüncəmi. Mənə görə, sənə görə, yəni konkret insana görə öz düşüncəsi dəyişir. Yəni subyekt deyirik də biz buna, düzdürmü? Subyektin şəxsi fikri, şəxsi düşüncəsi fikri. Amma təhlil etmək yazılıdır. Və mən bunu sizə dərslərdə də qeyd eləmişdim ki, tarix müəllimlərinə daha çox təhlil etmək olacaq. Niyə? İndi düzdür, dəyişə bilər, amma tarix belədir ki, yazılıdır da. Yəni qanunvericilik prinsipi əlbəttə yazılıdır və yaxud da tarixi dövrlərdə tətbiq olunan idarəetmə formalarını bu müqayisə eləməlidir. Onlar araşdırmalıdır, dərinliyinə enməlidir. Hər dövrün qanunvericilik prinsiplərinə baxmalıdır və mənbəyə görə əsaslandırma. Sənin açar məqamın mənbəyə görə mənbələrə görə əsaslandırma. Deməli, nəyəsə dayanaraq əsaslandırırıqsa, nə olacaq? Əlbəttə, təhlil etmə. Özümüz üçün qeyd edirik, təhlil etmə doğru cavabımızdır. Ümid edirəm ki, hələ ki, düz gəlmisiniz. 53-cü suala baxırıq. Çünki suallar o qədər də çətin deyil. Şagirdlər Azərbaycanın tarixi şəxsiyyətlərindən birini seçir. Onun fəaliyyətinə uyğun motivasiya edici sloqan hazırlayır və bu fikri plakat üzərində rəng, simvol, kompozisiya olmalı idi o, nəysə, vasitələri ilə ifadə edirlər. Yəni, burada nə görürük biz? Sloqan, plakat, simvol, rəng və bunu başlayırlar nə etməyə? Əlbəttə ki, yaradırlar. Nə demişdik?
Demişdik ki, mən baxıram, nəsə yaradıramsa tətbiqdir. Məsələn, Qız Qalasına baxdım, maket hazırladım, tətbiq elədim. Amma burada mən özüm yaradıram. Baxın deyir, tarixi şəxsiyyətlərdən birini seçir. Tarixi şəxsiyyətlərdən birini seçirəm. Məsələn, Şah İsmayıl Xətai, bildiyim odur, ona görə. Onun fəaliyyətinə uyğun motivasiya edici sloqan hazırlayıram. Deməli onu paket halında, plakat halında, rəng, simvol, kompozisiya vasitələrini ifadə edirəm. Əlbəttə mən yaradıram. Bir dəqiqə yaratma deyəsən aşağıda olmalıdır. Bəli, yaratmaqdır. Yaratmaq. Yəni mən sıfırdan nəsə düzəldə bilirəm burada. 54. Müəllim summativ qiymətləndirmə üçün əvvəlki illərdə istifadə olunmuş test nümunələrini götürür, lakin həmin test hazırki tədris proqramı nəzərdə tutulan təlim nəticələri ilə uyğun gəlmir. Bu situasiyada qiymətləndirmənin hansı prinsipi pozulub? Deməli, əvvəlki illərdə istifadə olunmuş, baxın, açar məqamımız budur. Əvvəlki illərdə istifadə olunmuş test nümunələrini götürdü. Yanlışı buradadır. Və götürmə problem deyil ha. Məsələn, tutaq ki, bax biz siz nə deməksiniz? Bizdə də var, qruplar var, atırlar. BSG, KSG hazırda başa düşdünüz necə? Tutaq ki, 2024-cü ilin KSG algısını götürdün. Gəlirsən, sən onu tətbiq eləməyə. Görürsən ki, axı sən hər sinif üçün ayrı-ayrı təlim nəticəsi hazırlayırsan, düzdürmü? Proaktiv müəllimsən. Və görürsən ki, sənin uyğun deyil də. Səndən də soruşur ki, bu situasiyada qiymətləndirmənin hansı prinsipi pozulub? Əlbəttə ki, burada validlik prinsipidir. Bir dəqiqə A variantı, bəli. Validlik nədir? Uyğunluq. Validlik dediyimiz məsələ uyğun olmalıdır. Yəni, test ölçülməsi nəzərdə tutulan təlim nəticəsini yoxlamalıdır. Deməli, demir, əvvəlki illərdə istifadə olunmuş KSG-dən, BSG-dən test nümunəsini istifadə eləmək elə. Amma bax ki, o sənin təlim nəticə uyğun gəlir, gəlmir. Deməli, ümumiyyətlə qiymətləndirmənin iki prinsipi var. Birinə deyirik validlik, validliyə deyirik uyğunluq prinsipi, bir də etibarlılıq prinsipi. Uyğunluq nədir? Keçdiyim dərsə uyğun olmalıdır test nümunələri. Hazırladığım təlim nəticəsinə uyğun olmalıdır test nümunələri. Uyğun olmalıdır. Yəni nə keçmişəmsə ona uyğun hazırlamalıyam. Mən bu təlim nəticəsini uşağa tətbiq eləməmişəm, amma o testi verirəm, düzgün deyil, uyğun deyil. Deməli, testin ölçülməsi nəzərdə tutulan təlim nəticəsini ölçməlidir. Etibarlılıq nədir? Müxtəlif yaxın aylarda orada qiymətləndirmə bir-birinə uyğun olmalıdır. Aydındırmı? Yəni fərqli saatlarda, fərqli vaxtlarda sabit və ardıcıl. Yəni məsələn bir şagirdin əgər test nümunəsi vermisən, 90 balından 5 alıbsa, ən azı ona yaxın almalıdır da. Yəni başa düşürsüz necə? 55. 55-ci sual çox gözəl suallardan biridir. Müəllim valideyn münasibətinə aiddir. Və biz dəfələrlə demək olar ki, bu mövzuya sizlə bərabər toxunuruq. Deməli, baxın, deyir ki, aid deyili biz istəyir bizdən. Müəllim məktəbdə və sinifdə valideynlərin iştirakını təşviq edən pozitiv atmosfer yaradır. Əlbəttə ki, tamamilə doğrudur. Pozitivlik lazımdır. Valideyn məktəbə gəlməlidir, getməlidir. Müəllim valideynləri övladlarının təhsillə bağlı fikirlərini və narahatlıqlarını mənlə bölüşməyə təşviq etməliyəm. Bəli, bunda da heç bir problem yoxdur. Tamamilə doğrudur. Müəllim istifadə olunan tədris materiallarının məzmununu anlamağa kömək etmək üçün valideyni metodik resursla təmin etməlidir. Biz belə bir şey deməmişik. Müəllim istifadə olunan tədris materiallarının məzmununu anlamağa kömək etmək üçün valideynin metodik resursla. Belə bir şey yoxdur. Yəni, bu yoxdur, yəni. Belə bir şey yoxdur. Yəni, nə demək istəyir? Deyir, müəllim istifadə olunan tədris materialı, elementar bir şey. Tutaq ki, kitab. Deyir, valideyn də kitabla təmin eləməsin. Bu yoxdur, yəni. Yanlış olan istəyirdi də, yanlış olan elə budur. 55-də C-dir. Müəllim valideyninə bildirir ki, onun övladının təlim-tərbiyəsi ilə bağlı narahatlığını həll etmək lazımdır, doğrudur. Müəllim valideynlərə müntəzəm olaraq sinif fəaliyyəti, tapşırıqlar, gözləntilər barədə bəli, bunlar hamısı doğrudur. Doğru cavabınız olacaq C variantı. 56. Valideynlə məktəb münasibətlərini inkişaf etdirmək üçün hansı yanaşma yanlışdır? Bizdən yanlışı istəyir. Gəlin baxaq, görək hansıdır. Gəlin baxaq.
Deyir ki, valideynlərin məktəb mühitində iştirakına təşviq etmək və onların məktəb həyatında fəal rol oynamaqlarını, bəli, bayaqlarda dedik də, bu okeydir. Super. Münasibətlər yalnız akademik nəticə. Xeyr. Niyə akademik nəticə? Uşaqlar sosial, əməkdaşlıq, bəs bunlar nə üçündür? 21-ci əsr bacarıqları nə üçündür? Yəni ancaq akademik nailiyyət, bəs onun emosional intellekti, bəs onun sosiallığı, bəs onun əməkdaşlığı yanlışdır. Müntəzəm olaraq valideynlə görüş, rəy, bəli, valideynlərin maarifləndirici resurslar, bəli, bunlar hamısı doğrudur, doğru olmayan B variantı. 57-ci sual ilə davam edirik. Müşahidə olunur ki, yuxarı sinif şagirdlərindən biri öz sinif yoldaşını bu ringə məruz qoyur. Belə ki, tez-tez onun əşyalarını gizlədir, yoldaşları arasında xətrinə dəyən sözlər deyir. Doğru olanı bizdən soruşur. Gəlin görək, doğru olan nədir burada? Ümumiyyətlə, biz bu haqda danışmışdıq da. Gəlin baxaq. Həmin sinifdə dərs deyən müəllim, valideyn və şagirdlərlə görüş bu prosesin nə üçün baş verdiyini maraqlanmaq. Məktəb rəhbərliyi maraqlandı, yəni tutaq ki, hə, problem yoxdur. Yəni prosesin nə üçün baş verdiyini. Sinifdə dərs deyən müəllim və məktəb psixoloqu məsələnin həllinə cəlb etmək, sinifdə mənəvi dəyərlər, bəli. Mənəvi dəyərlər bu qala bilər hələ ki, yəni ən dolğun cavab bu oxşayır. Məruz olan şagirdlə görüşüb onun güclü olmağını tapşırmaq. Bullying edən şagirdi çağırıb danlamaq, qəti. Valideyn psixoloqu ilə görüşmək, ümumilikdə məktəb psixoloqu, emosional. Deməli, baxın, yaxşılaşdırmaq, bax, artıq bu olmalı idi. Artıq bu olmalı idi. Yəni, məktəb psixoloqu, əməkdaşlıq ilə pozitiv, bunlar olmalı idi. Yəni, bundan sonra nə olacaq? Məsələ budur da. Yəni, var. Sən görürsən ki, bullyingə məruz qalıb. Başa düşürsən? Sinifdə dərs deyən müəllimlər, məktəb psixoloq məsələni həllinə cəlb etmək və sinifdə mənəvi dəyərlər, ümumiyyətlə mənəvi dəyərlər aşılamaq çox vacibdir. Doğru cavab B variantıdır. Ümid edirəm bunu düz yazmısınız. Çünki biz bu haqda danışmışdıq. Dərs zamanı bir neçə şagird tez-tez zarafat edir, bir-biri ilə danışır və sinifin diqqətini yayındırır. Müəllim xəbərdarlığından sonra qısa müddət sakit olsalar da, davranışı yenidən təkrarlayırlar. Digər şagirdlərin bir qismi bu davranışa qoşulur və bir qismi isə dərsə fokuslana bilmir. Prosesi məncə anlaya bildik də. Deməli, danışmaq, sinifin diqqətini yayındırmaq, davranışı yenidən təkrarlamaq, yəni qoşula bilmir də, yəni burada. Nə deyir bizə? Bu vəziyyətdə müəllimin ən məqsədə uyğun davranışı nə olar? Söhbət prosedur qayda gözləntidən gedir. Əsas diqqət həmin şagirdə yönəldib, bəs digər şagirdlər getdi bu. Davranışı yeniyetməlik dövründə təbii xüsusiyyət kimi? Xeyr. Həmin şagirdə dərhal sinifdən çıxarmaq. Qəti. Sinif qaydalarını xatırlatmaq. Bəli, sinif qaydalarını xatırlatmaq. Şagirdin şəxsiyyətinə yox, konkret hərəkətlərinə doğru cavab olur D variantı. 59. Bir şagird qrup işində lider rolunu oynayır, lakin digər qrup üzvlərlə münasibəti pisdir və bu qrup işinin gedişinə mənfi təsir göstərir. Müəllim problemi necə həll etsə, daha effektiv olar. Gəlin baxaq, ay yoldaşlar. Şagirdin liderliyi, rolunu dəyişdirmək və sonra onu digər qrup üzvləri ilə müzakirəyə cəlb etmək. Görürsünüz, yəni burada normal bir cümlə deyil də, yəni bu. Qrup üzvlərinə mübahisələri həll etməyin yollarını birbaşa göstərir. Niyə birbaşa göstərir? Və uşaq özü nağarmalıdır, neynəməlidir? Xeyr, bu da yol deyil. Birbaşa biz qəbul eləmirik, birbaşa ver, belə bir şeylər yoxdur. Şagirdə liderliyi ilə bağlı yönəldici suallar verməklə problemin həllinə nail olmaq, bəli. Qrup liderinin fəaliyyətini müşahidə etmək, diqqətdə saxlamaq, əlavə dəstək, bəli. 3-4. Yəqin ki, siz də belə yazmısınız. Gəlirik nəhayət 60-cı sualına. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Şagirdi fasilitasiya etmək, ona kömək etmədən tapşırıqların icrasını təmin etmək deməkdir. Xeyr. Onlar bilsiz nə demək istəyir? Ona kömək eləmə. Biz axı scaffolding keçmişik. Biz fasilitator müəllimin rolunu öyrənmişik. Nədir? Körpü, müvəqqəti dəstək. Niyə kömək? Əgər ehtiyac olan şagirdin varsa, onun yerini yazmaq yox, day. Əlbəttə ki, ona dəstək verməliyəm də.
Şagirdlərdə məntiqi təfəkkürü formalaşdırmaq üçün onlara məntiqi xətaları izah etmək. Xeyr, 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 yanlışdır. Məntiq xətaları nə zaman çıxır? Məntiq xətaları doğru nəticəyə gəlmədikdə çıxır. Doğru ümumiləşdirmə aparmadıqda çıxır. Doğru induktiv, deduktiv olmadıqda çıxır. Yanlışdır əlbəttə ki. Şagirdin maraq və istəklərini summativ qiymətləndirmə nəzərə almaqla effektiv müəllim-şagird xeyr, xeyr, xeyr. Bu da yanlışdır. Effektiv müəllim-şagird münasibəti summativə aid deyil, yəni. Şagirdin müşahidə yolu ilə əldə etdiyi informasiya necə emal etməsi, onda emosional təfəkkür deyib təfəkkürümüz yoxdur. Ümumiyyətlə, nə dərəcədə inkişaf etdiyini, yəni ola bilər emosionallığını inkişaf elətdirir. Xeyr, bu da yanlışdır. İnformasiya necə emal nədir? Emal artıq mənim özümküdür. Mən bunu olub bitib kül olub. Yəni emal mənim qəbul etdiklərimdir. Qayda, prosedurlarda artıq mən ondan istifadə edirəm. Bu da yanlışdır. Deməli, uyğunluq sir, doğruda doğru yoxdur, yanlışda da yanlış, 3, 4 doğru cavab olacaq, deməli, D variantı. Bu qədər. Hörmətli müəllimlər, hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, xeyirli, faydalı olar.